Azərbaycan Respublikasının iqtisadi rayonlar mövzusunu izah edəcək uşaqlar. Başlayaq elə birinci sualımızla. İqtisadi rayonların sənayesinə əsas düşən bölmələrimizdən biridir imtahana. Deyir ərazisində rekultivasiyaya daha çox ehtiyac olan iqtisadi rayonlar. Gəlin əvvəlcə iqtisadi rayonlarımızı öyrənək. Baxın, Azərbaycan ərazisində yerləşən iqtisadi rayonlar hansılardır? Birinci qeyd edəcək ki, Quba Xaçmaz iqtisadi rayonu. Görürsünüz ki, Quba Xaçmaz iqtisadi rayonu burada yerləşir. Mavi rənglə göstərilib. Bu, Bakı İqtisadi rayonudur. Abşeron-Xızı İqtisadi rayonu. Daha sonra qeyd edəcək ki, Dağlıq Şirvan İqtisadi rayonu, Şəki-Zaqatala İqtisadi rayonu, Mərkəzi Aran İqtisadi rayonu, Mil Muğam İqtisadi rayonu, Şirvan-Salyan İqtisadi rayonumuz, Lənkəran İqtisadi rayonumuz, Qarabağ İqtisadi rayonumuz, bir də Gəncə, Daşkəsən, Qazax, Tovuz, Şərqi Zəngəzur və qeyd edəcək ki, Naxçıvan iqtisadi rayonlarımız var. Yəni biz keçən dərslərimizdə fiziki coğrafi rayonları öyrəndik ki, fiziki coğrafi rayonlarımız hansılar idi? Bu qeyd etmişdik ki, Samur deməli, Samur Dəvəçi iqtisadi rayonumuzdan danışdıq. Daha sonra qeyd elədik ki, burada Qonaqkənd iqtisadi rayonumuz var idi. Daha sonra Zaqatala Lahıc, Qanıq Əyriçay, Ceyrançul Acinohur, Qazax Qarabağ, daha sonra Gəncə Dağlıq fiziki coğrafi rayonumuz, Qarabağ fiziki coğrafi rayonumuz, Qarabağ vulkanik ərazisi fiziki coğrafi rayonumuz, Həkəri fiziki coğrafi rayonumuz, Arazboyu fiziki coğrafi rayonumuz, daha sonra Mərkəzi Aran, yəni Kür Araz fiziki coğrafi rayonumuz, Küdrü Şirvan fiziki coğrafi rayonumuz, Dağlıq Şirvan fiziki coğrafi rayonumuz və Abşeron Qobustan fiziki coğrafi rayonumuz. Burada qeyd edilir ki, Talış fiziki coğrafi rayonumuz, Lənkəran fiziki coğrafi rayonumuz, Şərur, Ordubad və Gündüz Qapıçıq kimi fiziki coğrafi rayonlarımızdan danışdıq. Bugün biz iqtisadi rayonlarımızdan danışacağıq. İqtisadi rayonlar daha qısadır. Fiziki coğrafi rayonlar çox geniş bir anlayışdır. İndi bizim birinci sualımızdan nə istəyir? Deyir ki, ərazisində rekultivasiyaya daha çox ehtiyac olan ərazilər. Uşaqlar, rekultivasiya bilirsiniz də nə deməkdir rekultivasiya? Kim deyər mənə? Rekultivasiya nədir? Hə? Səsiniz bağlı uşaqlar. Fikir bildirin görüm rekultivasiya nədir? Torpağın nə olmasıdır? Mənə ümid. Səsinizi açın. Bəli, Dedi ki, rekultivasiya bəli mənim. nədir? Yəni bir sözlə O yadınıza hə, torpaqla bir şeydir, torpaqla əlaqəli bir aha. şeydir. Belə deyək də, insanın fəaliyyəti nəticəsində korlanmış, relyefi Pozulmuş da. pozulmuş, bəli, Bəli, torpaqları bərpa edilməsi prosesidir. Yəni, sadə dildə desək, yararsız salınmış torpağın yenidən istifadəyə qaytarılmasıdır. Təbii ki, burada biz deyəcəyik ki, rekultivasiyaya daha çox ehtiyac olan iqtisadi rayonlarımız sarı ola bilər. Məsələn, Abşeron xızı ola bilərmi? xeyr. Abşeron Aha, xızı, orada neft vardı. bəli. Neft vardı, orada ola bilər. Daş kəsən. Orada. Cavabımız nə olmalıdır? Abşeron xızı ilə Gəncə daş. Ə, Çünki orada sənaye sahələri nədir? Yüksəkdir. Yəni deyəcəksiniz ki, bəli, Abşeron xızı da burada uzun illərdir həyata keçirilən neft və qazın çıxarılması torpağa ciddi şəkildə neftlə çirklənməsinə və deyəcəksiniz ki, texnologiyanın pozulmasına səbəb olub. Yəni bu ərazilərin təmizlənməsi, bərpa edilməsi ən vacib ekoloji məsələlərdən biridir. Həmçinin Gəncə daşqəsində uşaqlar, baxın burada Gəncə daşqəsən buradır, qırmızı ilə göstərilən yer. Gəncə daşqəsində deyəcəksiniz ki, bu bölgədə Azərbaycan əsas dağ mədən sənayesinin mərkəzidir. Məsələn, daşqəsində biz demişdik dəmir filiz var, alnit var, düzdürmü? Yəni bu faydalı qazından çıxarılması zamanı ətraf mühitə ciddi ziyan vurub. Cavabımız olacaq bizim bir də nə? C variantı. Respublikamızın bütün iqtisadi rayonlarında yayılmış sənaye sahəsi. Uşaqlar, yadınızda saxlayın ki, bütün iqtisadi rayonlarda həm yüngül, həm də yeni sənayesi var. Hamısında. Bütün iqtisadi rayonlarımızda bəli. həm yeni, həm də yüngül sənayesi var. Ona görə cavabımız 2 dənə olacaq. D variantı. Şəki-Zaqatala iqtisadi rayonunun ağac sənayesinin inkişafına təkan verə biləcəyi amil. Baxın, Şəki-Zaqatala iqtisadi rayonumuz budur. Ağır sənayesinin inkişafına təkan verə biləcək amil. Uşaqlar, ipəkçilik təbii ki, ağır sənaye olmaz. Düzdür? Yüngül sənayedir. Demək, bənd nədir? Səhvdir. Meşələrin çox sahə tutması. Uşaq, ağır sənaye deyirsə,
Təbii ki, biz buradan nədən danışa bilərik? Polimetal filizlərdən. Çünki filizlər ağır sənayedir. Biz bilirik ki, metallurgiya sahəsi iki yerə bölünür. Qara metallurgiya, əlavə metallurgiya. Qara metallurgiyaya dedik ki, filizlər aiddir də əsasən. Məsələn, ağır sənaye, polimetal filiz yataqları bəli, Şəki Zaqatalada biz demişdik ki, Zaqatala və Balakən ərazisində bizim polimetal filiz yataqlarımız vardı. Hardaydı? Filizçay, Katexçay, Kastaq, Mazımçay hövzəsində. Düzdür? Bəli. Cavabımız 3-də nə olacaq? D variantı. D. Polimetal filizin işarəsini gəlin. Çəkəyin. Görə kimin yadındadır polimetal filizin işarəsi, uşaqlar? Dairə çəkirsiniz. Yəni ki, sizə düşə bilər də bilməyiniz vacibdir. Ay, sağ ol. Düzdür. Nərmin çəkdi, düzdür. Deməli, qeyd edəcəksiniz ki, polimetal filizin işarəsi, baxın uşaqlar, belədir. Düz çəkib, yenə də qoy, yenə də çəkim tam aydın olsun sizə. Baxın, belə. Bir dəqiqə. Yəni, bunun da içi qaradır. Və qeyd edəcəksiniz ki, bunun da içi qaradır, bunun da içi qaradır. Bu yuxarını. Polimetal filizin işarəsi budur. Cavabımız olacaq 3-dən D variantı. 4-ə baxıram. Deyir ki, aşağıda verilmiş iqtisadi rayonların hansında əhali daha sıx məskunlaşmışdır və bunun səbəbi nədir? Təbii ki, uşaqlar, əhali daha çox sıx harda məskunlaşar? Məsələn, mərkəzi Aran yazıb. Mərkəzi Aran zonasında əlverişli təbii şərait yoxdur, axı ora səhra, belə deyim də, yarım səhra iqliminin olduğu yerdir. Təbii ki, biz qeyd edəcək ki, 4-də cavabımız B bəndidir. Lənkəran Astarada. Bəli, Lənkəran Astara baxın buradadır. Deyəcəksiniz ki, orada yüksək təbii artım var. Yəni ki, doğum sayı ən yüksək haradadır? Lənkəran Astara iqtisadi rayonundadır. Yəni bu şeyləri diqqətli yadınızda saxlamalısınız ki, yüksək təbii artım var. Təbii artım biz bilirdik ki, doğulanlarla ölənlər arasındakı fərqə nə deyilirdi? Təbii artım deyilirdi. Aydındır. Mhm. Və biz bilirdik ki, buranın əhalisi necə idi? Lənkəran əhalisi. Milli tərkibi necə idi? İki millətli idi də. Yəni burada Azərbaycanlılarla yanaşı talışlar da nə edirdi? Yaşayırdı. Harda yaşayırdı talışlar? Lənkəran, Astara, Lerik və Masallıda. Və əhalinin əsas hissəsi deyəcəksiniz ki, Lənkəran ovalıda yerləşirdi və sıxlıq olduqca o nə idi? Daha yüksək idi. Bir də əsasən burada əhalinin çox hissəsini kəndlilər təşkil edirdi. Yəni ki, kəndlilər üstün yolurdu. Aydındır. Bir də əhalisi uzun ömürlüyünə görə seçilirdi. Lənkəran ərazisi əhalisinin uzun ömürlüyünə görə nə edirdi? Seçilirdi. Və dedik ki, Lənkəran Astara iqtisadi rayonu əhalisinin sayına görə hansı iqtisadi rayona geri qalırdı? Bakıdan. Yəni birinci yerdə Bakı idi əhalisinin sıxlığına görə. İkinci yerdə isə Lənkəran Astara idi. Cavabımız 4-də nə olacaq? B variantı. 5-ə baxıram. Deyir, verilən əlamətlərin səciyyəvi olduğu iqtisadi rayonlar. Ağır sənaye zəif inkişaf etməsi, filiz faydalı qazıntıların olmaması, yəni ixrac neft kəmərinin keçməsi. Uşaqlar, neft kəmərlərindən danışaq. Deyin görün mənə, Azərbaycanda hansı neft kəmərlərini tanıyırsınız? Bakı, Supsa, Bakı Ceyhan var. Bakı, Tbilisi, Ceyhan, aha, bir də Bakı, Novroviski. Düzdür? Mən keçən səfər sizdən neft kəmərlərimizi soruşmuşdum. Demişdim ki, Bakı Supsa neft boru kəməri, Bakı Norveski neft kəməri, bir də demişdik ki, Bakı Tbilisi Ceyhan. Bunlar əsas bizim nərimizdir? Neft kəmərlərimizdir. Bakı Norveski neft kəmərimiz bilirdik ki, Bakı, Abşeron xızı, Quba Xaçmaz ərazisindən keçirdi. Bakı Supsa isə bilirdik ki, Bakı, Abşeron xızı, Şirvan Salyan, Mərkəzi Aran, Gəncə Daşkəsən və Qazax Tovuz iqtisadi rayonlarının arasından keçirdi. İndi burada nə deyir? Deyir ki, Naxçıvanda. Uşaqlar, Naxçıvandan neft kəməri keçmir. Ona görə bən nədir? Səhvdir. Şəki Zaqataldan neft kəməri keçmir. Səhvdir. Düzdür? 5-də Bəli. Bəli. qaldı. Təbii ki, burada adını çəkdik. Quba Xaçmaz. Quba Xaçmaz. Bəli. Aydındır? Bəli. Bəli. Hı. Gəldik 6-ya. Deyir ki, verilən əlamətlərin səciyyəvi nələri?
olduğunu olduğu istəyir. iqtisadi rayonlar istəyir bizdən. Bəli, ərazisi iki tektonik zonada yerləşir. Əvvəlcə uşaqlar, biz bilməliyik ki, Azərbaycan ərazisində hansı tektonik zonlar var? Ön Qafqaz, baxın, bura Ön Qafqaz tektonik çökməsidir. Bu hissə, yəni ki, bax bura. Bura deyəcəksiniz ki, Böyük Qafqaz tektonik qalxması. Kürd arası çökəklik. Kiçik Qafqaz qalxması və Araz əyilməsi. Aydındır? Bəli. Kiçik Qafqazla Böyük Qafqaz tektonik qalxma zonasıdır. Ondan başqa Ön Qafqaz, Araz əyilməsi, Kürd arası çökəklik əyilmə zonasıdır. Ərazisi iki tektonik zonada yerləşir. Mineral su və filiz ehtiyatlarına zəngindir. Demək uşaqlar, baxırıq burada. Filiz ehtiyatı deyirsə, Lənkəran Astarada filiz yoxdur. Çıxdınız. Quba Xaçmazda filiz yoxdur. Çıxdınız. Dağlıq Şirvanda filiz yoxdur. Çıxdınız. Qalır bir eynən D variant. Hələ başlığını oxuyuram ha. Naxçıvan ərazisi bəli iki tektonik zonada yerləşir. Baxın, yuxarı hissəsi yerləşir Kiçik Qafqazda, aşağı hissəsi Müəllimə, Araz əlməsində. Bəli. deyək ki, hər tərəfdən xarici ölkələrə əhatə olunmuş. Elə burada Naxçıvan promo götürürlər. Çünki Naxçıvan Hər tərəfdən niyə xarici ölkə məsələn. uşaqlar Şərqi Zaqatala da hər tərəfdən əhatə olunur da. Baxın buradan Rusiya ilə, buradan da Gürcüstanla. Sonra Naxçıvanın özü də bəli, Türkiyə, Ermənistan, İranla. İran. Bəli. Baxın burada nəyə əsas götürürük? Bizə dəqiq diqqətli olaq, görək ki, tam əhatələnirmi? Məsələn, ərazisi iki tektonik zonada yerləşir. Siz bilirsiniz ki, Şərqi Zaqatalanın ərazisi neçə tektonik zonada yerləşir? Şərqi Zaqatalanın ərazisi. Hansına düşür? Böyük Qafqaza düşünün. Baxın, iki dənə tektonik zonaya düşür. Bir, Böyük Qafqaza düşür. Bir də Kürd arası çökəkliyə. Yenə deyirəm, baxın, bax bu iki dənə xüsusiyyət var ha. Birinci, ərazisi iki tektonik zonada yerləşir. Mən bu variantlara çıxdım nəyə görə? Filiz ehtiyatları dedim, Dağlıq Şirvanda yoxdur. Quba Xaçmazda yoxdur. Lənkəran Astarada yoxdur. Qaldım D-nın E arasında. Ərazisi iki tektonik zonada yerləşir hər ikisinin. Naxçıvan yerləşir Kiçik Qafqaz tektonik qalxması ilə Orta Araz, yəni ki, Araz əyilməsində yerləşir. Şərqi Zaqatalada isə yerləşir Böyük Qafqaz tektonik qalxması ilə Kürd arası çökəklikdə. Hər iki tərəfdən xarici ölkələr əhatə olunub, hər ikisi. Naxçıvan dedik ki, Ermənistanla, Türkiyə ilə, İranla, Şərqi Zaqatala isə Rusiya ilə və Gürcüstanla. Bir dənə burada tütünçülük sözünü eşidən kimi sən bilirsən ki, söhbət Şərqi Zaqataladan gedir. Yoxsa Naxçıvandan gedər. Tütünçülük Şərqi Zaqatalada var, amma çərdəkli meyvəçilik Naxçıvandaydı. Şərqi Naxçıvandadır. Zaqatalada hansı meyvəçilik idi? Qərzəxli idi. Bəli, bəli. Hı-hı. Aydındır? Bəli. Bəli, bəli. Hı. Deməli, burada suallar çox bir-birinə bənzəyir. Deməli, qeyd ediləcək ki, cavabımız burada olacaq bizim 6-da D variantı. Gəldim 7-yə. Qazaq tovuz. Uşaqlar, qazaq tovuzu tanıyırıq. Baxın, buradır. Şərqi Zəngəzuru da tanıyırsınız. Baxın, bu hissədir. Quba Xaçmazı tanıyırsınız, bu hissədir. Deyir, bunlar üçün ümumi əlamət. Zəngin filiz. Bayaq dediyim kimi, Quba Xaçmazda filiz yoxdur. Getdi. Eyni fiziki coğrafi vilayətdə yerləşir, səhvdir. Baxın, Qazaq tovuz yerləşir fiziki coğrafi rayon olaraq hansında? Kiçik Qafqaza düşür. Şərqi Zəngəzur Kiçik Qafqaza düşür. Quba Xaçmazdakı Böyük Qafqaza düşür. Səhvdir. Digərinə baxıram nə istəyir. İki tektonik zonada yerləşirlər. Bəli. Qazaq tovuz deyəcəksiniz ki, yerləşir həm Kürd arası çökəklikdə, həm də yerləşir Kiçik Qafqazda. Şərqi Zəngəzur harda yerləşir? Yalnız Kiçik Qafqazda. Bu da səhvdir. Bildinizmi? Bəli. Bəli. Sonra nəyə baxıram mən? Rusiya ilə deyir ki, gəl bir dənə diqqətli olaq. Deyir, iki tektonik zonada yerləşir. Baxın uşaqlar. Dedik ki, Quba Xaçmaz yerləşir iki dənəsində. Bir, Ön Qafqaz tektonik çökməsində, bir də Böyük Qafqaz qalxmasında. Qazaq tovuz qeyd elədik ki, yerləşir yuxarı hissəsi Kürd arası çökəklikdə, aşağı hissəsi yerləşir Kiçik Qafqazda. Şərqi Zəngəzura diqqətlə baxsanız, Şərqi Zəngəzura Kəlbəcərdir, Laçındır. Burada məsəl üçün
qeyd ediləcək ki, Qubadlı, Zəngilan, Cəbrayıl. Bu ərazilər biz təxminən götürə bilərik əslində. 2 dənə tektonik yerləşir deyə. Çünki Kəlbəcər, Laçındır, Qubadlı, Cəbrayıl, Zəngilan. Bura ərazi var ha. Bura nəyə düşür? Düşür də 2 dənə yerə düşmür bunlar. Baxın bura. Bir düşür Kiçik Qafqaza, bir də düşür Kürə. 2 dənə yerdə yerləşir. Elə cavabımız nədir? Ümumi cəhət olaraq C variantı. Rusiya ilə sərhəd mövqeyə malikdir. Bir dənə Quba Xaçmaz. Quba Xaçmaz. Qış otlaqları geniş yayılıb düzən ərazidə. Quba Xaçmaz. Doğru. Bəli, cavabımız 7 nə olacaq? C variantı. Quba Xaçmaz. Uşaqlar, Quba Xaçmazla Lənkəran, Astara rayonların oxşar xüsusiyyətlərini istəyir bizdən. Baxıram. Deyir Xəzər dənizinə çıxışı var. Bəli. Baxın, Quba Xaçmazla Xəzər dənizinə çıxışı var. Lənkəran, Astaranın da Xəzər dənizinə çıxışı var. Bu oxşardır. Meyvəçilik və tərəvəçilik üzrə ixtisaslaşmışdır deyir. Bəs sizcə Quba bu nədir? Xaçmaz deyil. Hı? Bu Quba Bu da Xaçmaza oxşardır. aiddir. Bəli, oxşar xüsusiyyətdir. Meyvəçilik və tərəvəçilik üzrə ixtisaslaşıblar. Düzdür. Çayçılıq inkişaf etmişdir Lənkəran, Astarada. Neft hasilatına malikdir Quba Xaçmazda, Siyəzən ərazisi. Xarici ölkəyə çıxışları var hər ikisinin. Lənkəran, Var. Astaranın İrana, Quba Xaçmazın isə Rusiyaya. Cavabımız 1, 3, 5. Sual var. Xeyr. Cavabımız B variantı 8-də. 1, 2, 5-i E variantı üzrsən. Azərbaycanın İranla həmsərhəd olan iqtisadi rayonlar. Uşaqlar, İran bilirsiniz ki, buradadır. Baxırsınız ki, Lənkəran, Astara, Şirvan, Salyan, Mil, Muğan, Qarabağ, Şərqi Zəngəzur və Şərur, Ordubad. Baxıram nə deyir. Dağlıq Şirvan Səlcuq. Uşaqlar, baxın, Dağlıq Şirvan buradadır. İran harda, Dağlıq Şirvan harda? Getdi. Evet. Yenə Dağlıq Şirvan verir, səhvdir. Quba Xaçmaz getdi. Quba Xaçmaz səhvdir. Qazatovu səhvdir. Cavabımız 9-da E variantı. Bəli. E variantı. Lənkəran, Aferin. Astara. Gəncə Daşkəsəni tanıyırsınız. Baxın bu ərazi qırmızı ilə göstərilən. Şərqi Zəngəzurda buradır. Deyir onlarda yerləşən dağ silsilələri. Deyir ki, iqtisadi rayonlar sərhədində yerləşən dağ silsilələri. Uşaqlar, bunların sərhədində Murovdağ yerləşmişdir də burada. Düzdürmü? Evet. Murovdağın ən zirvəsi haraydı? 4466 metr. Yox, Bazar Murovdağ. üzrə. Camışdağ idi 3724 metr. Hə. Cavabımız olacaq 10-da A bəndi. Gələk digərinə baxaq. 11-ə baxıram. Deyir ki, Şəki Zakatala, baxın bura, Quba Xaçmaz rayonları sərhəddə yerləşən dağ. Baxın, burada hansı silsilə yerləşirdi? Yan silsiləsi. Bəli, yan silsiləsinin zirvəsi haraydı? Şahdağ. Şahdağ idi mi? Şəki Zakatala ilə Quba Xaçmaz iqtisadi rayonu sərhədində yerləşən dağ silsiləsi. Diqqətli olaq. Baş Qafqazda yerləşmir. Ay, Baş Qafqaz. Baş Qafqazdır, bəli. Baş Qafqazın zirvəsi haradır? Bazardüzü Bazar üzrə. 4466 metr. Bəli, cavabımız D variantıdır. 12-yə baxıram. Azərbaycanda şəhər əhalisi ümumi sayının daha az paya malik olan iqtisadi rayonları. Biri mərkəz arandır. Mərkəz Zoran. Deməli, qeyd edəcək ki, Asada deyirsə, bəli, siz məsələn, Abşeron xızını nenirsiniz? Çıxırsınız. Çıxırıq. Deməli, 4 getdi, 4 getdi. Şəhər əhalisi orada çoxdur. Məsələn, Şərqi Zəngəzurda da şəhər əhalisi nə gəzir? Mərkəzi aranda yoxdur. Elə cavabımız 2 ilə 5 ola bilərmi, yoxsa başqa variantlar da seçin? Müəllim, şeydir, bu torpaq yerində deyir də, məsələn, belə desək. Deyir ki, Əhalin deyir. Azərbaycanda şəhər əhalisi ümumi sayından daha az paya malik olan iqtisadi rayonlar. Şəhər əhalisi ümumi Ha, bu- sayından daha az paya malik olan iqtisadi rayonlar deyirsə, gəlin bizdən diqqətli olaq. Onu Naxçıvan götürəcəyik bir dənə. Naxçıvandan Şərqi Zəngəzur götürəcəyik. Çünki Nəyə mərkəz əsas- aran böyükdür. Ay, Çünki sağ ol. böyük də olar. Az pay deyir. Bəli, az Bax. pay dediyinə görə onları götürməliyik. Sualımızı biraz diqqətlə oxuyaq həmişə. Azərbaycanda şəhər əhalisi ümumi sayından daha az payına malik olan iqtisadi rayonlar cavabımız olacaq 1 ilə 2. 1 2 bəli.
Mən elə bildim Seyir əhalisinin sayı. Ona Mən də görə birinci ilə mərkəzə başa rəng düşdüm. etdim. Sizlə şeyləndə. Gəlin indi sizə bunu başa salım. Burada sizdən bilirsiniz nə istəyir? Bu sualda iqtisadi rayonun urbanizasiya səviyyəsini sizdən istəyir. Yəni şəhər əhalisinin faizlə göstəricisini istəyir. Azərbaycanda şəhər əhalisinin payı iqtisadi rayonlar üzərində daha çox fərqlənir. Məsələn, Naxçıvanda deyəcəksiniz ki, bir də Şərqi Zəngəzurda. Birindən üçünü götürdünüz, düzdür? Gəncə Daşkəsin Azərbaycanın ən böyük sənaye mərkəzlərindən biri olan Gəncə şəhəri burada yerləşir. Yəni burada urbanizasiya səviyyəsi yüksəkdir. Yəni şəhər əhalisi çoxdur. Düzdür? Abşeron xısı da Bəli. deyəcəksiniz ki, Azərbaycan ən yüksək urbanizasiya səviyyəsinə malik olan rayonudur. Bakı, Sumqayıt, Xırdalan kimi böyük şəhərlərdə burada cəmləşib. Yəni şəhər əhalisinin payı burada yüksəkdir. Mərkəzi Aranda isə uşaqlar Mingəçevir şəhəri var. Mingəçevir, Şirvan. Yəni ki, Mingəçevir deyəcəksiniz ki, sənaye şəhərlərdir. Burada da yəni ki, əhali çox məskunlaşıb. Şəhər əhalisi çoxdur. Amma ki, Naxçıvanla Şərqi Zəngəzurda belə deyil. Aydındır. Bəli. Cavabımız nə olacaq 12-də? 1 ilə 1-2. 2. Gələk 13-cü sualı oxu görün, milli tərkibi daha mürəkkəb olan deyir. Azərbaycan əhalisi millətləri. Dağlıq Şirvan. Bu milli tərkib. Milli tərkib yəni demək istəyir ki, orada Azərbaycanlardan başqa məsələn talışlar, ləzgilər, avarlar, tatlar bunlar olsun. Qubanı götürə bilərik məsəl üçün. Quba Xaçmazı. Xaçmaz, sonra Naxçıvanı götürə bilərik məliyəm, yoxsa Naxçıvan? yox. Ya Naxçıvanda milli tərkib müxtəlif deyil. Onda Şəki Zaqatalıq. Quba Xaçmaz Şəki Zaqatalıq. Quba Xaçmazdan Şəki Zaqatala. Məsələn, burada hansılar çıxır? Məsələn, Dağlıq Şirvanı çıx. Mil Muğanı çıx. Bəli. Naxçıvanı çıx, Naxçıvanı çıx. Cavabı nə qal yerdə? Quba Xaçmazdan Şəki Zaqatala. Düzdür? Quba Xaçmazda çox ləzzətli olur da. Bəli, ləzgilər olur. Azərbaycan əhalisi bölməsində gəlin də onları təhlil edin. Yaxşımı? Bəli. Aha, gəlin indi Azərbaycan əhalisi haqqında danışaq. Görək Azərbaycanda hansı ərazilərdə əhalinin milli tərkibi necədir? Zəngindir. Buyurun görək uşaqlar. Kim məlumatı var? Kim məlumatı varsa danışsın, yoxsa mən danışım. Milli Siz danışın, tərkiblərimiz. Məsələn, uşaqlar, gəlin mən sizə məlumat verim. Baxın, burada dediniz ki, Quba Xaçmazda. Yadınızda saxlayın ki, Quba Xaçmaz iqtisadi rayonunda Quba, Qusar, Xaçmaz ərazisində ləzgilər var. Baxın, bayaq dediyimiz kimi Quba Xaçmaz ərazisində ləzgilər var. Daha sonra biz qeyd edə bilərik ki, Quba Xaçmazda tatlar var. Yadınızda saxlayın, tatlar. Daha sonra Qubada dağ yahudiləri var. Daha sonra qeyd edəcəksiniz ki, Qubada, Xaçmazda kimlər var? Bir də qırğızlar var. Yaxşımı? Sonra gələk digərinə. Şəki Zaqatalaya baxaq. Şəkidə ləzgilər var. Daha sonra qeyd edəcək ki, yəni ki, Şəkidə başqa kim var? Şəki Zaqatalada. Məsələn, Saxurlar var Zaqatalada. Sonra kim deyər başqa? Məsələn, Avarlar var. Gürcülər var. Düzdür? Demək, cavabımız oldu bizim 13-də C variantı. 14-də baxaq. Azərbaycan iqtisadi rayonları arasında sərhəd rolu oynayan dağ silsilələri. Uşaqlar, Zəngəzur baxın buradadır. Düzdür? Peştəsərdəki bu ərazidədir. İndi biz burada nə etməliyik? Hansı sərhəd rolu oynayır? Elə bayaqların adını çəkdiyimiz Baş Qafqazdan Murovdağ haqqında danışmışdı, düzdürmü? Bəli. Cavabımız elə D variantı ola bilər. Bəli, doğrudur. Gəldi 15-ə. Azərbaycan iqtisadi rayonları arasında sərhəd rolu oynamayan dağ silsilələri. Sərhəd rolu oynamayan deyirsə, gəlin burada çıxdaş eləyək. Məsələn, Talış sərhəd rolu oynamır. Getdi. Murovdağ çıxır. Murovdağ oynayır. var idi. Oynayır. Bəli, Murovdağ oynayır. Baş Qafqaz oynayır. Murovdağ oynayır. Cavabımız elə A bəndi. Yan silsiləsi bilirsiniz ki, baxın bu hissədədir. Ən hündür zirvəsi haradır yan silsilənin? Şahdağ. 4243 metr. Görməsiz görməsiz. Bəli, Dərəliyəzdəki baxın buradadır. Bu da sərhəd rolu Qapıçı. oynamır. Bəli, ən zirvəsi Şü dağı idi də Dəryazın. Cavabımız 15-də A bəndi. Gəlirik digər sualımıza baxaq. 16-ya. Respublikamızın Türkiyə və İran sərhədinə olan müvafiq iqtisadi rayon. Baxın,
Türkiyə və İran sərhəd deyirsə, Naxçıvan. Bir də haradır? Naxçıvan. Məsələn, Lənkəran Lənkəran. Astrada. Biri Türkiyə, Bəli. Naxçıvanla Türkiyə yanı sərhəddir. Məsələn, B bəndi səhvdir, mərkəzi aran verir. C bəndi səhvdir, E bəndi səhvdir. İranla da hansı sərhəddir? Lənkəran Astara. Dağlıq Şirvan baxın mərkəz hissədədir. Olmaz. İran buradadır. Türkiyədəki buradaydı. Cavabımız olacaq 16-da A bəndi. 17-yə baxıram. Rusiya və İranla əsas sərhəd keçid məntəqəmizin yerləşdiyi müvafiq iqtisadi rayonlar. Rusiya baxın, Naxçıvana day deyil. Baxın, Rusiya buradadır. Rusiya uşaqlar 1 Şəki Zaqatala ilə Quba, Bir də Quba. Quba Xaçmaza Xaçmaz. düşür. Deməli, Rusiyaya aid olacaq Quba Xaçmaz, Quba Xaçmaz və Şəki Zaqatala. Eynən A bəndi silirsiniz. İranla sərhəddə heç vaxt Şəki Zaqatala yerləşməz, heç vaxt Dağlıq Şirvan yerləşməz. İranla sərhəddə bizdə Naxçıvandır, Şərqi Zəngəzurdur, Qarabağdır, Milmuğandır, Şirvan Salyandır, Lənkəran Astaradır. Всё. Yəni bunlar İranla sərhəddə yerləşən iqtisadi rayonlarımızdır. 17-də cavabımız olacaq C bəndi. 18-ə baxıram. Deyir xəritə sxemdəki iqtisadi rayona aid olmayan əlamətlər. Uşaqlar, bu hansı iqtisadi rayonumuzdur? Naxçıvan. Naxçıvan deyil. Naxçıvandır. Bəli, Naxçıvan. Deyir Bəli. xəritə sxemdəki iqtisadi rayona aid olmayan əlamətlər. Neft ehtiyatına malikdir. Qeyd edirik ki, Naxçıvanda neft ehtiyatımız yoxdur. Aid olmayan deyir deyə biri götürürəm. Kontinental iqlimə malikdir. Bəli, demişdik ki, Naxçıvan ərazisi kontinentaldır, quraqdır. Ona görə də burada dağ kesrofit çolluqları geniş yayılmışdır. 2 ayətdir çıxdım. Pambıqçılıq yaxşı inkişaf edib səhv. Uşaqlar, quraq ərazidə pambıqçılıq yaxşı inkişaf etməz. Pambıqçılıq düzdür, istər ərazidə inkişaf edir, amma ora rütubət də lazımdır. Əsasən pambıqçılıq mərkəzi aranda, yəni Kür-Araz ovalında yüksək inkişaf edib. Zəngin polimetal fiziyatı var, düzdür. Burada polimetal fiziyatlarımız vardı. Harda? Şərurda, Gümüşlü yatağındaydı. Çərdəkli meyvəçilik və baramaçılıq sahəsi mövcuddur. Bu doğrudur. Əhalinin milli tərkibi çox millətlidir, səhvdir. Deyək, Naxçıvanda yalnız Azərbaycanlılar yaşayır. Yəni burada çox millətlik yoxdur. Aid olmayan deyirsə cavabımız 1, 3 və 6 olacaq. Burada yenə Naxçıvan ərazisidir. Əhalinin milli tərkibi mürəkkəbdir, səhvdir. Birləri sildiniz. Neft qaz ehtiyatları zəngindir, 2 də getdi. Kontinental iqlimə malikdir, bəli. Quraq iqlim. Düzdür. Tütünçülük və baramaçılıq sahəsi mövcuddur, düzdür. Polimetal fiziyyatı var, düzdür. Cavabımız belədir. Yəni uşaqlar, hamısı keçdiyimiz şeylər də təkrar olunur. Daha da ətraflı öyrənirsən. 19-a cavabımız B variantıdır. Azərbaycanda meşə ehtiyatı ilə zəngin olan iqtisadi rayonlar. Uşaqlar, meşə ehtiyatımız əsasən qeyd edəcək ki, dağlıq ərazilər, yəni ki, yağıntılı, quraq ərazidə olmaz. Məsələn, mərkəzi aran quraq ərazidə olmaz. Düzdür. Naxçıvanda meşə zəifdir. Meşə landşafı yoxdur demək olar ki. B variantı. Gəlin bunları da çıxdaş edək. Naxçıvanı çıxdım, Milmuğanı çıxdım. Bəli, cavabım B variantıdır. Şəki Zaqatala, Quba Xaçmaz, Lənkəran Astara əsas bizim meşə ehtiyatları zəngin olan iqtisadi rayonlarımızdır. Naxçıvanla Milmuğanı mərkəzi aranı çıxsan cavabı tapırsan. 21-ə baxıram. Şəki Zaqatala iqtisadi rayonunun əhalinin çalışdığı əsas təsərrüfat sahələri. Təbii ki, ipəkçilik var. Düzdür? Bəli. Hansı sahələr olur uşaqlar sizcə? Şəki Zaqatalada. Əhali nə ilə məşğuldur? Çıxdaş eləyin görüm suallarımızı. Pambıqçılıq olmaz. Tütünçülük olar. 8 qədər tütünçülük var. Mən deyirəm yadınıza saxlayın. Bax, tütünçülük var. İpəkçilik var. Sonra qərzəhli meyvəçilik var. Taxılçılıq var. Çayçılıq var. Gülçülük var. Çəltikçilik var. Baramaçılıq var. Maldarlıq var. Qoyunçuluq var. Sonra yeyinti sənayesi var. Yəni meyvə tərəvəz konservisi, ət və süd məhsulları, şərabçılıq var. Tütün fermer məhsulları var. Ağac emalı var. İndi seçin bunlardan. C variantı. E variantı. E variantı. Hamı variant desin görüm. E. E variant. E. E variantı, bəli. Cavabımız olacaq E variantı. C variantın kim desə səhvdir. Neft qaz hasilatı yoxdur orada. Yaxşı. Bu sahələrə fikir verərsiniz. Sonra gəlirəm digərinə. 22-yə. Bura haradır uşaqlar?
Lənkərandır da, Lənkəran Astara. Bəli, bəli. Bəli, cavabımız 22-də A bəndi. 23-ə baxıram. Bəs bura haradır? Quba Xaçmaz. Quba Xaçmaz. Abşeron Xızıya yaxın Quba yerləşir. Xaçmazdır. Quba Xaçmaz. Bəli. 24-ə baxıram. Tərkibində 6 inzibati rayon daxildir. Yüngül və yeni sənayesi yaxşı inkişaf etmişdir. Modul tipli ES-lər mövcuddur. Əlvan metodologiya inkişaf üçün xammala malikdir. Uşaqlar, əlvan Şəkil. metodologiya deyirsə, bəli, bura cavabımız 24-də C variantı şəkil zaktalıdır. Şəkil zaktal ərazisində deyəcəksiniz ki, Şəki, Zaqatala, Qax, Qəbələ, Balakən, Oğuz. 6 dənə nə var? Rayon var. Düzdür, inzibati rayon var. Bəxtlə yüngül və qida sənayesi inkişaf edib. Orada modul tipli İES-lər fəaliyyət göstərir. Şəkidə yeni istifadə verilmiş, yəni istilik elektrik stansiyaları fəaliyyət göstərir. Əlvan meteorologiya üçün inkişaf üçün xam mala malikdir. Orada nə var idi? Polimetal var da, düzdür? Bəli. Hı -hı. Deməli, cavabımız nədir bizim burada? C. C variantı. Gəldi 25-ci sualımıza baxın. Elektronik. Hı -hı. Elektroenergetika Müəllim, sahəsinin daha yaxşı inkişaf etdiyi iqtisadi rayonlar. Uşaqlar, əvvəlcə bu mən deyim, uşaqlar indi bilmir axı, Ümid, elektroenergetika sahəsinə nələr daxildir. Düzdürmü uşaqlar? Bilmirsiniz yəqin ki, çoxunuz. Bəli. Aha, elektroenergetika sahəsi uşaqlar, əvvəlcə yadınızda saxlayın, mən sizə izahını verirəm, qeydlərinizi aparın mütləq. Elektroenergetika sahəmizə bir var ki, yanacaq elektrik sahəsi var, bir də elektroenergetika var. Mütləq yadınızda saxlamalısınız ki, yanacaq energetika sahəsinə nələr daxildir? Neftdir, qazdır, daş kömürdür, torfdur, yanar şisti, bunlar nədir? Deyəcəksiniz ki, yanacaq energetika sahəsi. Yəni, energetika sahəsi dedikdə, məsələn, yanacağa nələrə aiddir? Yanar faydalı qazıntının çıxarılması, emal edilməsi, hazır məhsula çevrilməsi yanacaqdır. Energetika isə onun elektrik enerjisindən, belə deyim də, istehsalçıya çatdırılması, məsələn, İES-lərdir, AES-lərdir, məsələn, CS-lərdir. Bunlar nədir? Elektrik energetikasıdır. Aydındır fikrim sizə? Bəli. Burada E variantı. E variantı, hə. İndi burada gəlin biz sualımızı təhlil eləyək, görəyin hansı variantımız düzdür. Baxaq, elektroenergetika sahəsinin daha yaxşı inkişaf etdiyi iqtisadi rayonlar soruşur bizdən. Buyuraq. İndi biz burada qeyd edəcəyik ki, Mərkəzi Aran və Şirvan, Salyan və Bakı. Bəli, düz deyirsiniz. 25-ci cavabımız E variantıdır. Mərkəzi Aran Azərbaycanın ən böyük elektrik enerji istehsalçısı olan, burada nə var idi? Mingəçevir var. Mingəçevirdə, məsələn, Mingəçevir su elektrik stansiyası var, düzdür. Şirvan, Salyanda, biz ki, Şirvan şəhərində istilik elektrik stansiyası var. Məsələn, Bakıda da qeyd edirik ki, Səngəçalda modul tipli ES-lər var. Düzdürmü? Şimal ES-imiz var. Yəni, buradan görə cavabımız nədir? E variantı. Yaxşımı? Yəni, CS-lərdir, ES-lərdir. Bunlar aiddir elektroenergetika sahəsinə. Cavabımız olacaq E bəndə. Məsələn, digər variantlardan biz biləcəyik ki, Quba Xaçmazda, Dağlıq Şirvanda, Şəki Zaqatalada, Lənkəran Astara kimi iqtisadi rayonlarda elektrik enerji istehsalı olsa da onlar yaxşı inkişaf etməyib. Bildinizmi? Gəldik 26-ya. Deyək ki, elektroenergetika sahəsinin zəif inkişaf etdiyi iqtisadi rayonlar. Zəif inkişaf etdiyi deyirsə, indi cavabımız nə olacaq? Şəki Zaqatala, Şərqi Zəngəzur və Milmuğan. Mərkəzi Aranı çıxdın, Şirvan Salyanı çıxdın, Abşeron'u çıxdın, Bakını çıxdın. Cavabı nə qalır? A bəndi. Mineral suların yerləşdiyi müvafiq iqtisadi rayonlar. İsti su hardaydı? Kəlbəcərdə. Qarabağda. Kəlbəcərdə hara düşür? Şərqi Zəngəzura. Düzdür, baxın, Şərqi Zəngəzur.
Bəli. Sual 6. Şabranda. Quba Şabran Xaçmaz. haradır? Quba Qubadır. Xaçmaz. Darıdağ Naxçıvandaydı da. Naxçıvanda. Hı -hı. Bəli. İlisu Qaxdaydı, Şəki Şəkidə. Zaqataliya düşür. Bəli, cavabımız 27-də D variantı. Mərmər yataqların mövcud olduğu iqtisadi rayonlar. Uşaqlar, mərmər yataqlarımız bilirik ki, var harda? Qubada, Daşkəsəndə, Ağdamda, düzdür? Bəli. Həmçinin Naxçıvanda da var. İndi cavabımız 28-də nə olacaq? D variantı. Məsəl üçün, Abşeron xızıda yoxdur, Şəki Zaqatalada yoxdur, Milmuğamda yoxdur, Alışvəranda yoxdur, Gəncə Daşkəsəndə var. Mən adlarını çəkdiyim Quba, Quba Xaçmazdadır. Adını çəkdiyim Daşkəsən, Gəncə Daşkəsəndədir. Adını çəkdiyim, dediyim kimi Ağdamda var, Qarabağa aiddir. Всё. Cavabımız 28-də D variantı. Azərbaycanda külək enerjisinin istifadəsinin perspektiv daha böyük olan iqtisadi rayon təbii ki, külək harda olacaq? Abşeron Abşeron. xızıda. Bəli, Abşeronda. küləkli ərazimiz Abşeron xızıdır. Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisindən axan çaylar. Şərqi Zəngəzur, baxın, buradır. Baxırıq. Uşaqlar, buradan baxanda biz hansı çayları çıxıb daş eləməliyik? Baxaq. Məsəl üçün, Katech çaydır, Katech çay. Baxın, Şəki Zaqatala ərazisindən axır. Düzdür? Sonra Quba Xaçmazdan necə Bəli. Samur çay, Qusar çay, Qudyal çay, Qarqa çay, Gilgil çay. Gözü Gilgil çay dedim. Bu gedir Quba Xaçmazdan. Tərtər çay gedir, Katech çay gedir Şəki Zaqatalaya. Sonra çıxdaş eləyim görüm. Məsələn, Qabırı getdi Şəki Zaqatalaya. gedir. Həkəri Talışay, Kürək Talışay. çay da gedir Şəki Zaqatalaya. Düzdür? Yedim. Yo, dedim müəllimə cavab elə. E. Biraz düşünün. Qeydə də həkər gedir də müəllimə. Həkəri düşür də, Qarabağ düşmür həkəri. Şərqi Zəngəzur hissəsinə. Zəngəzur mən Naxçıvan düşünürəm. Ya, diqqətli olun. Deməli, hansılar çıxırıq? Çıxadaşlarımızı deyin görün mənə. Çıxın da uşaqlar. Baxın, deyirəm. Oradaydı. Bax, Xaçınçay qeyd olunub səhvdir uşaqlar. Xaçınçay Qarabağa düşür. Getdi. Köndələnçay Füzulidədir. Nəyə düşüb? Qarabağa. Getdi. Zəyəmçay düşüb hara? Qazax, Tovza. Getdi. Bunları sil. Oxçuçay. Deyə buradadır. Düşür. Aha. Tərtərçay. Tərtərçay haradadır? Tərtərdə düşmür. Getdi. Sonra Həkəri aiddir. Bərgüşad aiddir. Gilançay aid deyil, Naxçıvandadır. Qarqarçay aid deyil. Kürəkçay aid deyil. Əsrikçay bəs. Əsrikçay, Zəyəmçay. Aid O da ait deyil. dedim mən. Aha. Əsrikçay harada deyəcəksiniz? Oradaydı. Hı? Aid deyil də, düzdür. Əlincəçay haradadır bəs, yaxşı. Əlincəçay. Naxçıvanda. Yox, o Əlincəçay oradadır. Bəs Əlicançay haradadır? Ha. Onu bilmirəm ki. Çaylarımızı təkrar edin. Əlican çay var. Əlican çay. Əlincə yox. Əlincə Naxçıvandadır. Əlican çay isə uşaqlar yadınızda saxlayın. Baxın, təxminən bu hissələrə düşür. Sonra Əliçay da baxın buradır. Yəni səhvdir bunlar. Bir dənə cavabımız 7-nə qalır. E variantı. Aydındır? Bəli. Tərtərdəki Qarabağ vulkanik ailəsindən başladığına görə tərtəri götürüblər, ola bilsin ki. Deməli, gələk digər sualımıza baxaq. 31-ə. Ərazisinin bir hissəsi dünya okean səviyyəsindən aşağıda yerləşən iqtisadi rayonlar. Təbii ki, Xəzər sahilində yerləşəndən soruşur. Məsələn, Naxçıvan Xəzər sahilində deyil. Quba Xaçmazdan Lənkəran-Astaradə baxın. Quba Xaçmaz Xəzər sahilində, Quba Xaçmaz Xəzər sahilində, Lənkəran-Astarada Xəzər sahilindədir.